Bizim üçün indi hal-hazırda 2025-ci illərdə belədir, 2026-cı illərdə belədir. Birinci istiqamət sosial istiqamətdir. Sosial. Bax, büdcəmizin, biraz sadə dillə deyim, bizim 2026-cı ildə xərcləməyə dövlətin əlində 41 milyard 700 milyon manat pul var. Bəs əsas xərclər istiqaməti nə olacaq? İndi 41 milyard 700 milyon təxminən, yəni özünüz də bilin ki, Azərbaycan necə ailənin öz büdcəsi var. Azərbaycan dövlətinin əlində 2026-cı ildə xərcləməsinin 42 milyard manat vəsaiti var təxminən. Bunun 41%-i, yəni 16 miljardı sosial sahət. Fikirləşi 41. Və biz həmişə güclü olmalıyıq. Dünyanın bu günləri güc faktoru dünyada həlledici faktordur. Güclüsən, haqlısan məntiqi işləyir. Biz bunu nəzərə alıb büdcədə təsəvvür edin ki, bizim büdcəmizin 21%, yəni 8,7 milyard manatı hərbi təhlükəsizlik büdcəsidir. Yəni ordumuz daha güclü olsun. 21%. 41, bu da 21, neçə ilə? 62, düzdür? Qarabağ və Şərqi Zəngəzurun sizin qoyduğunuz məsələ. Onun üçün biz büdcəmizin 8,4%-ni ayırmışıq. Yəni o da dediyim kimi 3,5 milyard manatdır. 62 üstəgəl 8,4. Yəni 70%-i keçir. Yəni biləsiniz ki, 2026-cı ildə bizim pulumuzun, bütün vəsaitimizin, büdcənin xərclərinin 70%-i gedir sosial təhlükəsizlik və Qarabağ Şərqi Zəngəzurun bərpası istiqamətində. Və bunlar da çox önəmli məsələdir. Bunlar həm də Azərbaycanın sabitliyinin bir mühüm göstəricisidir.